بسم الله الرحمن الرحیم اللهم اجعلني فيه محبا لأوليائك ومعاديا لأعدائك مستنا بسنة خاتم انبیائك یا آسم قلوب النبی. Bismillahirrahmanirrahim və bihi nəstəin. Xoş gördük, hörmətli izləyicilər. Artıq mübarək Ramazan ayının 25-ci günündəyik. İnşallah bu gün də bugünkü günün duasını oxuyub tərcümə edib və bəzi nöqtələrini siz əzizlərin diqqətinə çatdıracaq. Bugünkü gün Allahdan istəyirik. Bismillahirrahmanirrahim. Allahumma ca'alni fihi muhibban li awliyaik və muadiyan li a'daik. Mustannen bi sünneti xatemi enbiyaik ya asmel qulubul müminin. Allahdan istəyirik bugünkü duada, ilahi öz dostlarının məhəbbətini mənim qəlbimdə artır və sənə düşmən olanların nifrətini mənim qəlbimdə artır. Yəni ilahi dostumla dost, düşmənimlə düşmən qərar verməni. Sonra isə istəyirik ki, ilahi Peyğəmbərin sünnəsinə əməl edənlərdən bizi qərar ver. Ey Peyğəmbərlərin qəlblərini qoruyan. Baxın, biz ki Allahdan istəyirik, ilahi dostlarınla dost, düşmənlərinlə düşmən qərar ver bizi. Bu bizim elə furu-i dində olan əməllərimizdəndir. Yəni təvəlla, Allahın dostu ilə dost, təbərra isə Allahın düşməni ilə düşmən olmaq deməkdir. Allahdan istəyirik ki, ilahi öz dostlarının məhəbbətini bizim qəlbimizdə artır. Ki, hədisdə gəlib, heç kəs imana çata bilməz, yəni imanlı ola bilməz. Məgər ki, Allah rızası üçün dostunu və qardaşını və düşmənini seçə bilsin. Yəni, mümkündür, baxın, insanın öz doğma qardaşı Allah eləməmişkən Allahın düşmənlərindən ola və tanımadığın çox uzaq şəhərdə olan bir şəxs Allahın dostu ola. Yəni bu hədisin məzmunu ondan ibarətdir ki, Allaha görə seçim eləyə bilərsən, Allahın rızayətinə görə seçim eləyəsən. Nəinki məsələn bu mənim qardaşımdır, bəs yox, buna görə yox. Allaha görə gərək seçim eləyəsən ki, hətta sənin xoşuna gəlməyən insan belə Allahın dostu olsa, sən onu Allaha xatir sevməlisən. Və öz qardaşın hətta Allahın düşməni olsa belə, Allaha xatir sən də onunla düşmənçilik etməlisən. İmam Baqir əleyhissalamdan nəql olunan hədisdə İmam Baqir əleyhissalam buyurur ki, əgər bilmək istəyirsənsə səndə xeyr var, sənin vücudunda xeyr var ya yox, onda özün öz qəlbinə müraciət elə. Əgər Allah dostlarına qarşı məhəbbətin varsa və Allah düşmənlərinə qarşı nifrətin varsa, onda sənin vücudunda xeyr var. Xeyr, əgər Allah dostlarına qarşı məhəbbətin yoxdursa, sən onlara biganəsənsə və Allah düşmənlərinə qarşı düşmənçiliyin yoxdursa, bəzən onları sevirsənsə də, bəs bu halda bil ki, Allah da sənin düşmənindir. Rəvayətdə gəlib ki, hər kəs hər nəyi sevsə, Allah Taala onunla qiyamətdə onu məşhur edəcək. İstər bu sevdiyi insan olsun, istər heyvan olsun, istərsə də hər hansısa əşya olsun. Məsələn, insan əgər daşı sevibsə, hər hansısa bir daşa çox məhəbbəti olubsa, Allah Taala onu qiyamətdə onunla məşhur edəcək. Hər hansısa heyvana çox əlaqəsi, məhəbbəti olubsa, o qiyamət günü həmin heyvanla məşhur olacaq. Ya hər hansısa bir insanla əlaqəsi olubsa, məsələn, peyğəmbərlərə, Allah övliyalarına, imamlara məhəbbəti olubsa, Allah Taala qiyamətdə onunla məşhur olacaq. Məşhur olacaq, yəni Allah Taala səni onun öhdəsinə buraxacaq. Əgər sən hər hansısa heyvana
olduğundan artıq məhəbbət yetiribsənsə, qiyamətin günü elə o heyvanla da məşğul olacaqsan. Sən o heyvanın öhdəsində qoyulacaqsan. Yəni sən Allah səndən sanki üzünü döndərəcək və sən onun öhdəsində qalacaqsan ki, onun da əlindən heç nə gəlmiş deyil. Amma əgər bir insan Allah övliyalarına məhəbbət olsa, o zaman bəli, biz bilirik ki, başqa hədislərdə də var ki, Allah Taala peyğəmbərlərə və öz övliyalarına tam ixtiyar verib ki, inşallah qiyamətin günü onlar möminlərə və onları sevənlərə şəfaət versin. İkinci istəyimiz isə Allahdan istəyirik ki, ilahi bizə nəsib elə ki, Peyğəmbərimin sünnəsindən gedək. Yəni Peyğəmbərimin sünnəsinə əməl etməkdə bizə tövfiq ver. Baxın, Peyğəmbərin sünnəsi nədən ibarətdir? Bir vaxt Peyğəmbərin sünnəsi halaldan, haramdan ibarətdir. Məsələn, naməhrəmə baxmaq haramdır. Ya məsələn, hər hansısa bir şey yemək halal və bir şey içmək isə haramdır. Bunlar Peyğəmbərin sünnəsidir. Və Peyğəmbərin yaşayış tərzi də bir növ Peyğəmbərin sünnəsi hesab olunur. Məsələn, baxmalıyıq ki, Peyğəmbər həyatında qonşusu ilə necə rəftar edib, dostları ilə necə rəftar edib, valideynləri ilə necə rəftar edib, övladları ilə necə rəftar edib və həyat yoldaşı ilə necə rəftar edib. Və bu qoyduğu sünnələri biz Peyğəmbərin həyatına diqqət yetirərək onun kimi yaşamağı çalışmalıyıq. Yəni onun kimi yaşamağa çalışmalıyıq və bunun üçün də Allahdan istəyirik ki, ilahi Peyğəmbərin bizə qoyduğu sünnəyə bizə tövfiq inayət əta elə, bizə tövfiq ver ki, biz o sünnələrə əməl eləyə bilək. Sonda isə Allahdan istəyirik, ya asiməl qulubil nəbiyyin, ey Peyğəmbərlərin qəlblərini qoruyan. Baxın, Peyğəmbərlər məsumdurlar və ona görə ki, Allah onları hifz edir. Çünki Peyğəmbərlər məsumdurlar, biz də Allah'a and veririk məsum bəndələrinə bizim bugün Allahdan istədiklərimizi inşallah öz dərgahında qəbul eləsin və xüsusilə də onun dostları ilə dost olmağı, dostlarının bizim qəlbimizdə dostlarının məhəbbətinin artmasını Allahdan istəyirik. Bəli, hörmətli izləyicilər, bugünkü günün də söhbətinin sonuna çatdıq. İnşallah gələn görüşlərdə görüşənə qədər. Vəssalamu aleykum və rəhmətullah.